Salam hörmətli izləyicilər, xoş gəlibsiz kanalımıza. Bu günləri mən sizə Azərbaycanın milli yeməyi olan qazan kotletini öyrədəcəm. Bunun üçün bizə nə lazımdır? Çəkilmiş ət, çəkilmiş soğan, sonra kartof, markov, kim istəyir markov eləyə də bilər, eləməyə də bilər. Sonra pomidor doğramışam, bir də nanə qurusu, soğan. Demək bu soğanı, çəkilmiş soğanı, bir də duz. Çəkilmiş soğanı ətimizə qatırıq. Amma bu baş soğanı isə qazanda soğançı eləyib, pomidorumuzu töküb, sonra qazan kotletini onun içərisinə yerləşdirəcəyik. Demək əvvəlcə nə edirik? Əvvəlcə demək ətimizi götürürük, içərisinə soğanımızı tökürük və az miqdarda içərisinə nanə qurusunu bax belə oxalayırıq. Az miqdarda tökürük. Belə oxalayırıq. Sonra duzumuzu tökürük. Və bunu qarışdırırıq. Demək bunu yaxşı qarışdırdıqdan sonra bunu qarışdırdıq, qoyuruq. Belə yaxşı qarışdırdıqdan sonra qoyuruq bir tərəfə və soğanımızı doğrayıb soğançamızı qayırırıq. İndi biz soğanımızı doğrayaq. Demək yağımızı tökmüşük qazanımıza. Bunu da belə xırda hissələrə bölürük soğanımızı. Nə qədər xırda doğrasaz, bir o qədər yaxşıdır. Demək belə nazik soğanımızı doğrayırıq və soğança eləyirik. Belə soğanı xırda çirtin. Çox tamlı çıxır belə soğança ilə bişirəndə. Demək soğanımızı belə doğradıqdan sonra indi biz bunu aparıb qızardırıq. Və soğançamız yavaş-yavaş qızılı rəngə düşür. Bu qızılı rəngə düşəndə demək pomidorumuzu tökürük. Biraz pomidorumuzla qaynadıqdan sonra az miqdarda dibinə suyumuzu tökürük və biraz da duz əlavə edirik. Ətə tökmüşük, amma suyuna az miqdarda tökməliyik ki, suyu da biraz duzlu olsun və tamlı olsun. Demək, soğançamız qovrulur. Pomidorumuzu tökürük. Biraz da pomidorumuzun suyu çıxana kimi belə qovruluruq. Pomidorumuz su verənə kimi qovuraq. İndi isə az miqdarda su tökürük buna. Belə. Sonra qavlayandan sonra baxarıq. Belə su tökdük, altını keçirdirik və başlayırıq kartoflarımızı doğrayıb yığmağa. Belə, demək kartoflarımızı çox nazik yox, qalın belə ortadan bölürük. Yekə kartofu bax belə 3 lay eləyirik. Demək, belə divini kartofla doldururuq. Bir lay kartof.
demək elədikdən sonra isə ətimizi əlinizi az miqdarda suya salın, isladın ki, ət əlinizə yapışmasın. Belə kotletimizi düzəldirik. Dediyim kimi, belə bunların üstündən yığırıq kartofumuzun. Laylay, demək belə düzəldirik. Az miqdarda əlinizi sulayın, belə. Çox tamlı və gözəl çıxır. Demək belə. Kotletlərimizi düzəldirik və belə yığırıq. Demək, istəsəz arasından belə markovu da bölüb aralarına qoya bilərsiniz. İstəsəz badımcan da qoya bilərsiniz. Kim nə istəyir, qoya bilər. Bibar, badımcan zövqə görədir. Demək, belə laylay yığırıq. Demək, sonra isə yenə də ətimizi qavlayırıq. Belə kotletimizi düzəldirik. Belə. Beləcə. Laylay yığdıqdan sonra, əgər artıq qalan kartofunuz zad varsa, beləcə üstündən qoyuruq. Sonra isə baxırıq. Əgər suyu azdırsa, az miqdarda çox üstünə çıxan qədər yox, elə bil ki, yarısına qədər su tökürük. Gördünüz, üstünə çıxmadı. Sonra isə bunu çox orta xodda qoyuruq və ağzını örtürük, pişsin. Orta xodda qoyun. Və ağzını örtün. Orta xodda yavaş-yavaş pişsin. Gördüyünüz kimi bizim qazan kotletimiz hazırdır. İndi biz buna içinə də tökmüşük. Əlimizə də belə quru nanəni götürürük az miqdarda. Belə ovxalayırıq və suyuna da tökürük ki, həm görünüşü qəşəng olsun, həm suyunun da tamı yaxşı olsun. Belə. Az miqdarda tökün, çox tökməyin, acıda da bilər. Belə. Altını keçirdirik və süfrəmizə veririk. Çox gözəl və tamlı çıxır. Biraz da quyruq qatsanız çox tamlı çıxacaqdır. Demək, indi beləcə ehmallıca qazan kotletimizi çəkirik və süfrəmizə veririk. Markovumuzdan da qoyaq. Çox gözəl və tamlı çıxır. Bax, belə yeməyimiz hazırdır. Çox asan və rahat, özü də çox tamlı çıxır.
Bu qədər. Əgər xoşunuz gəldisə, like qoymağı unutmayın. Kanalımıza abunə olmağı da unutmayın. Sizin bizim kanala abunə olmağınız bizə köməklik etməyinizdir, dəstək olmağınızdır. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.